tutalım xəstəyə hansısa bir əməliyyat məsləhət görülür və bir qrup xəstələr var ki, tutalım sual altında qalır ki də, məsəl üçün mənə bu lazımdır, lazım deyil, yəni düzgünmü bu diaqnoz qoyulub və mən bütün xəstələrə həmişə deyirəm ki, siz başqa bir həkimin fikrini, hətta bir həkim yox, 2-3 həkimin fikrini eşidə bilərsiniz və bu ümumiyyətlə dünyada normal sayılır. Çünki hər həkimin müəyyən xüsusiyyətləri var ki, belə deyək də, mən bu xəstəliyə bu gözlə baxıram. Başqa bir həkim, biraz təcrübəsi çox olan həkim bəlkə də başqa cür baxır. Təcrübəsi az olan həkim tamamilə başqa cür baxa bilər və daha çox təcrübəsi bir professor kimi adam məsəl üçün o ayrı bir tərəfdən baxa bilər bu xəstəliyə və bu xəstəliyin belə deyim əməliyyatı haqqında. Ona görə xəstələr tutaq ki, bir adamın fikrini eşitdisə, başqa həkimin fikrini eşitmək bu normal bir haldır və ola bilsin ki, bəzi həkimlər buna bir qısqanc kimi bu məsələyə yanaşır, amma bu biraz düzgün deyil. Hər xəstə gedib 2-3 həkimdən soruşa bilər ki, bax, məndə belə bir diaqnoz var, siz nə məsləhət görərdiniz və əgər sizə tutalım 3 dənə həkim eyni bir şey deyirsə, deməli siz düzgün yoldasınız. Yəni ki, deməli sizə bu əməliyyat lazımdır. Adətən belə olur. Amma bir qrup xəstələr də var ki, gedir 2 dənə, 3 dənə yox, 5 dənə, 10 dənə həkimin fikrini öyrənir. Bu tamamilə başqa bir durumdur. Çünki çox vaxtı bu xəstələr düzgün olan şeyi eşitmək istəmirlər. Onlar özünü aldatmaq istəyirlər ki, birdən o 10 həkimin içində hansısa tapıldı və tutalım mənə dedi ki, sən əməliyyat lazım deyil. Sən belə müalicə ilə davam edə bilərsən. Belə tipli bir həkimin yanına düşürlər və bəzi hallarda bizdə olur ki, xəstələr gəlir gecikmiş halda. Nəyə görə? Mənə bir həkim dedi ki, əməliyyat lazım deyil, bəs deyirsən ki, sənə başqa 3-4 dənə həkim dedi ki, əməliyyat lazımdır, mən əməliyyat olmaq istəmirdim və bu həkim dedi ki, əməliyyatsız müalicə edəcək. Bu biraz həssas mövzulardır, çünki belə xəstələr olur, gecikmiş vaxtlarda, gecikmiş hallarda, əsasən də bu onkoloji xəstələrdə olur, nəyisə düzgün eləmirlər, qaydasında eləmirlər və bu xəstələr çətin vəziyyətdə, ağır vəziyyətdə yenidən qayıdırlar bizə və əlbəttə ki, əgər ilk mərhələdə bu işi daha yüngül həll etmək olardısa, indiki vəziyyətdə bu bizim üçün çətinləşdir və əlbəttə ki, xəstənin proqnozuna təsir edir bu məsələ. Ona görə, yəni ki, 2 dənə, 3 dənə həkimin fikrini bilmək bu normal bir məsələdir və mən həmişə tərəfdarıyam ki, xəstələr öz xəstəlik haqqında məlumatı toplaya bilərlər. Yəni ki, indi ümumi məlumat, yəni ki, heç kim demir ki, siz özünüzü müalicə edin. Yox, ümumi məlumat, yəni ki, bu dəqiqə süni intellekt vaxtında hər şeyi bilmək mümkündür ki, amma bəzi xəstələr var, gəlirlər, adi mövzuları deyirsən ki, məsəl üçün prostat vəzidir, CD kisəsidir. Yəni xəstələr başa düşmürlər ki, bu CD kisəsi hardadır, prostat vəzi hardadır, böyrək hardadır və əlbəttə ki, bu xəstələrə hansısa əməliyyatdan danışmaq, hansısa müalicədən danışmaq biraz problemli olur. Çünki belə xəstələr adətən gəlib deyir ki, həkim, mən heç nə bilmirəm, mənim reseptimi yaz, mən çıxım gedim. Yəni, mənə elə gəlir ki, xəstə öz xəstəliyi haqqında heç olmasa minimal bir məlumat bilməlidir ki, bir başa düşsün ki, bax, birinci dərman nəyə görə lazımdır, necə işləyir, ikinci dərman nəyə görə lazımdır, necə işləyir və əlbəttə ki, bu xəstənin ruh halını da yaxşılaşdırır və inanır ki də bu dərmanlar, bu müalicə hamısı köməklik edəcək. Maariflənmək lazımdır mütləq. Mən sevinirəm bəzi xəstələr yanıma gələndə hansısa bir minimal informasiyanı toplayıb gəlirlər ki, məsəl üçün həkim, mən bilirəm ki, mənim durumumda bu əməliyyat lazım ola bilər, bu əməliyyat və mən o hər bir əməliyyatın xüsusiyyətlərindən danışıram və xəstə yenə də başa düşür ki, nəyə görə tutaq ki, bu əməliyyat yox, bu lazımdır. Və normal dialoq alınır və xəstənin müalicəsi də normal şəkildə keçir.